Salam əziz müəllimlər, tələbələr və müdavimlər. Deməli, məntiq fənnindən şifrələr mövzusu üzrə çətinləşdirilmiş suallardan ibarət bir PDF hazırlamışam. PDF-də 10 sual var, cəmisi 10 sual var. Lakin bu suallar nisbətən az rast gəlinən sual tipləridir. Mən bu PDF-in izahını hazırlamışam və bu video izahı YouTube-a yerləşdirmişəm. Siz bu video izaha çatmaq üçün bu PDF-i daha doğrusu əldə etməlisiniz. Bu PDF-i əldə etməklə PDF-in sonunda yerləşdirdiyim QR kodu oxunmaqla siz PDF-in sonunda QR kodu yerləşdirmişəm. Bu QR kod həmin video izaha keçid linki ehtiva edir özündə. PDF-i necə əldə edə bilərsiniz? Ekranda yazdığım bu nömrə vasitəsilə 077 455 63 23 nömrəsinə WhatsApp üzərindən yazaraq bu PDF-i əldə edə bilərsiniz. Yenə də deyirəm, PDF-i əldə etməklə siz bu sualların izahına baxma imkanını əldə edəcəksiniz. Bundan əlavə PDF-in daxilində belə bir sual var. Baxaq. Belə bir sual var PDF-in daxilində. Bu 7-ci sualdan söhbət gedir. İyul imperator, oktyabr 8, dekabr 10, avqust necə olacaq? Bu sual çoxlarına yəqin ki tanışdır, amma yəqin ki tanış olmayanlar da var. Yəni bu sual sırf belə deyək, ayların adları ilə, onların tarixi ilə bağlı sualdır. Yəni təqvimdə olan ayların adları hardan gəlib, mənaları nədir, necə yaranıb bu adlar? O adlarla bağlıdır və mən o adlarla bağlı da bir PDF hazırlamışam. Siz bu PDF-i əldə etməklə həmçinin həmin PDF-i də əldə etmiş olacaqsınız. Baxın, bu PDF, həmin PDF də buradadır. Aylar və onların mənaları və tarixçələri, yəni hardan gəlir bu aylar. Siz bu PDF-i əldə etməklə həmin PDF-i də əldə edəcəksiniz. Qeyd edim ki, kiçik bir ödəniş qarşılığında siz bu PDF-i əldə edəcəksiniz. Çünki bu PDF-in hazırlanmasına vaxt sərf olunub, həmçinin bunun video izahının hazırlanmasına da vaxt sərf olunub. Cüzi bir ödəniş etməklə PDF-i əldə edə və sualların izahına çata bilərsiniz. Sağ olun. Növbəti video görüşlərdə görüşənədək. Sağ olun.